Cəbrayıl ərazisi Azərbaycanın qədim insan məskənlərindən biri kimi tanınır. Bu bölgə təkcə tarixi abidələri və memarlıq nümunələri ilə deyil, həm də burada yerləşən qədim insan yaşayış məskənləri ilə də diqqət çəkir. Cəbrayıl rayonunun ərazisində müxtəlif paleolit dövrünə aid tapıntılar aşkar olunub. Ərazi təbii şəraiti və coğrafi mövqeyi ilə qədim insanların burada uzun müddət yaşaması üçün əlverişli olmuşdur. Araz çayının yaxınlığı və bölgənin dağlıq çəmənlik landşaftı qədim insanlara ovçuluq, əkinçilik və heyvandarlıq üçün uyğun şərait yaradırdı. Cəbrayılın Dağ-Tomaz kəndi yaxınlığındakı 7-8 kilometr uzanan dərədə yerləşən böyük mağara bunu deməyə əsas verir. Biz Cəbrayılın Dağ-Tomaz kəndi ərazisində yerləşən dərədəyik. El arasında ona Nəfəsli dərə deyirlər. Bu yol bizi Divlər Sarayı adlanan mağaraya aparır. O mağara ki, orada vaxtilə qədim insanlar yaşayıb. Yol boyu isə sizi gözəl mənzərə və belə laləliklər müşahidə eləyəcək və siz bundan zövq alacaqsınız. Onu da deyim ki, Divlər Sarayı mağarası hələ tam tədqiq olunmayıbdır. Yəni, kəşf eləməyiblər. İndi biz çalışacağıq onu kəşf eləyək və orada gördüklərimizi sizə göstərək. Gəl, qorxma. İbtidai insanların yaşaması üçün burada vaxtilə çox münbit şərait olub. Deyilənə görə buralar meşəliklərlə əhatə olunub, yaxınlıqda çay axıb. Bu isə ibtidai insanlar üçün vacib faktdır. Ümid eləyirəm ki, Divlər Sarayı mağarasında bizi yeni kəşflər gözləyir. İndi isə yolçu yolda gərək. Gedək. Dərə ilə bir xeyli yol gələrək nəhayət gəlib çıxdıq Cəbrayılın Dağ-Tomaz kəndi ərazisində yerləşən Divlər Sarayı adlanan mağaraya. Gördüyünüz bu hissə onun giriş qapısıdır. Deyilənə görə burada ibtidai insanlar yaşayıb və bu o insanlardır ki, onlar azıqda yaşayan azıxantroplarla əlaqəsi olub. Hər halda belə fərziyyə eləyirlər. Onu da deyim ki, bu mağara hələ tam kəşf olunmayıb. Biz indi çalışacağıq, onun içərisində baş verənləri çəkib sizə göstərək. Divlər Sarayında div olmasa da, buranın, mağaranın böyüklüyü saray kimidir. Burada bir böyük dəhliz var.
Hündürlük bəzi yerdə 3, bəzi yerdə isə 20 metrə aşır. Bu mağaranın stalaktitləri isə Azıq mağarasındakı stalaktitlərə oxşamır. Ola bilər onun tərkibi fərqlidir. Nəhəng bir dəhlizdən ibarət olan bu mağaranın böyük hissəsini torpaq qatı örtüb. Əgər burada tədqiqatlar aparılsa, ola bilər neçə-neçə təbəqələr, neçə-neçə mədəniyyətlər, neçə-neçə sivilizasiyalar aşkar oluna bilər. Ümumiyyətlə, Divlər Saray mağarasını kəşf etmək çox maraqlı olardı. Cəbrayılda yerləşən Divlər Sarayı mağarası ölkə əhəmiyyətli abidədir. Amma o, Azıq və Tağlar mağarası kimi dünya əhəmiyyətli abidə olmağa layiqdir və belə bir abidəni kəşf eləməyə dəyər.